Hər dəfə bizimlə böyük danışanlar balaca işlər görüb. Balaca danışanlar böyük işlər görüb. Biz Qurban müəllimi çox gözəl tanıyırıq ki, bizdən zəif komandalarla belə oyunlarda həmişə dediyi bir söz olur. Biz təcrübə yığırıq. Lakin Atletico Bilbao'nun baş məşqçisi Valverde deyir ki, nə bilim 8-in vuracağıq, 9-un vuracağıq. Axırıncı dəfə bu sözü bizə deyənlər hal-hazırda təsnifatlardan çıxmayıb. Hal-hazırda qrupda 0 xallı olan komandalardır. Hal-hazırda Avropada konferansda oynayan klublardır. Ay Atletico Bilbao, ola bilər sən İspaniyanın nəhəngisən. Ola bilər ki, İspaniyada Real Madriddə, Barcelona'ya qarşı oynayırsan. Amma bir fikir bildirəndə hansısa komanda qızışdırmaq mı, təhqir, yəni bu söz təhqir mənasına çıxır. Sən bilirsən ki, Benfica səndən qat-qat güclü bir komandaydı. Benfica Qarabağla heç nə edəmədi. Hansı uğurdan danışırsan? Hansı 9 topdan danışırsan? Sən hələ bir gəl görün 1-2 top vura biləcəksənmi Qarabağa? Ondan sonra 9 topdan danışırsan. Vurmayan lap ata-batasına nəhlə. Gözləyirik. Az qalıb, çox az qalıb. Vurmasan. Allah and olsun Azərbaycanlılar. Yəni şərhlərdə Atova lənət oxuyacaq. Bax, məndən deməkdir. Yəni yaz bu bir kəlmə.